Təsəvvür elə ki, ətrafdakıların çoxu artıq uğur qazanıb. Biri xaricə köçüb, digəri öz biznesini qurub, biri dövlət qulluğunda işə düzəlib, digərisi influencer olub, özünün motivasiya statuslarını paylaşır. Sənsə hələ də eyni yerdəsən. Bu suallar beynində fırlanır. Məndə niyə alınmır? Uğur niyə hələ gəlmir? Mən nə isə düz eləmirəm? Əgər bu sualları sən də öz-özünə vermisənsə, təbrik edirəm. Bu video sənlikdir. Salam dostlar, bugünkü videoda bir çoxlarımıza tanış olan, amma bəzən dilə gətirməkdən çəkinəcəyimiz bir mövzuya toxunacağıq. Uğur niyə gecikir? Yəni bir işi başlayırsan, can qoyursan, ümid edirsən, amma nəticə yoxdur və sən öz-özünə düşünürsən, yəqin ki problem məndədir. Amma gəlin biraz dərinə gedək, bəlkə də problem heç səndə deyil, sadəcə bu, prosesin bir hissəsidir. Bəlkə də uğur gecikmir, sadəcə səbr adlı stansiyada biraz istirahət edir. İndi isə gəlin açıq danışaq. Uğurun gecikməsinin əsl səbəbləri nələr ola bilər? Birincisi, başqasının uğur tempini özümüzə tətbiq edirik. Sənin uğurun səninkidir. Bəlkə sənin yolun 2 il çəkəcək, bəlkə 10 il. Amma sən kiminsə tez nəticəsi ilə öz prosesini ölçəndə daxildə əzilməyə başlayırsan. Məsələn, tələbə yoldaşın dövlət qulluğuna düzəlir. Artıq 2 ildir işləyir. Sənsə hələ imtahan verirsən, sənədlər yığırsan, nəticə gözləyirsən. Və sən özünü yavaş hiss edirsən. Amma o insan bəlkə 5 ildir bu imtahana hazırlaşırdı. Sən 6 ayda bu səviyyə gəlmisənsə, bu sənin uğurundur. İkincisi, özümüzü düzgün tanımırıq. Bax, bu çox vacib məsələdir. Sən bütün gün insanlarla ünsiyyətdə olmaqdan yorulursansa, amma özünü satıcı kimi görməyə çalışırsansa, bu çox çətin olacaq. Sən introvertsənsə, bəlkə də sənin uğurun səssiz yaradıcı bir işdədir. Dizayn, kodlaşdırma, yazıçılıq. Məsələn, bir dostum var, illərlə call center'da çalışdı. Çox əziyyət çəkdi. Amma sonra gördü ki, bu iş onun xarakterinə uyğun deyil. Səssiz bir mühitdə işləyəndə daha məhsuldar olur. Sonra o web dizayn kursuna yazıldı və indi freelancer kimi daha çox qazanır. Uğur bəzən özünlə barışanda gəlir, başqası olmaq istəyəndə yox. Üçüncüsü, hələ test mərhələsindəsən. Uğur sənə gəlməzdən əvvəl səni test edir. Təzyiq altında qalırsan, amma davam edirsənmi? İlk uğursuzluqdan sonra həvəsdən düşürsən, ya səbəb axtarırsan? Kimisə bu iş alınan deyil dediyi vaxt, sən yenə də inanıbsanmı? Məsələn, Azərbaycanda bir çox startap ilk 1-2 ildə batır. Amma sonra biraz təcrübə qazanan insanlar eyni sektorda fərqli layihələr yenidən başlayır və bu dəfə alınır. Yəni, uğursuzluq sadəcə test idi. Sən isə keçdin. Dördüncüsü, sən hələ lazımı qədər səy göstərməmisən. Sənmi deyək, bəzən uğur gəlmir. Çünki biz 40% səy göstəririk, amma 100% nəticə gözləyirik. Axı 3 gün idman eləməklə fit bədən olmur. 2 video ilə influencer olmursan. 5 story ilə brend qurulmur. Məsələn, bir müəllim tanıyıram, Instagramda 1 ilə 50 mindən çox izləyici toplayır. Amma hər gün səhər saat 7-də video çəkir, kontent hazırlayır, cavablar yazır, sualları paylaşır. O da insandır, o da sıfırdan başlayır. Sadəcə o əziyyətin qarşılığını aldı. Beşincisi, uğur təkcə bir anın parıltısı deyil. O, hər gün təkrar etdiyin düzgün addımların nəticəsidir. Uğur bir gün qəfil baş verən möcüzə deyil. O, hər gün atdığın səbirli və ardıcıl addımların təbii nəticəsidir. Məsələn, sən bugün bir səhifə oxudun, sabah isə daha bir səhifə. Bugün bir dənə video çəkdin, sabah bir daha. Heç kim baxmasa da, heç kim bəyənməsə də. Bir gün baxırsan ki, artıq 100 videon var. Onlardan biri viral olur və sən deyirsən, nə yaxşı ki dayanmadım. Sonda bir şey deyim, uğur bəzən gecikir. Çünki o səni böyütmək istəyir. Hazır olmağını, bərkidiyini, öz yolunu tapdığını görmək istəyir. Çünki əsl uğur səni yıxacaq qədər ağır olmamalıdır. Səni irəli aparacaq qədər güclü olmalıdır. Ona görə də dostum, əgər hələ də gözləyirsənsə, burada bir şey yoxdur. Bu mərhələdir. Uğur yoldadır. Gecikə bilər, amma doğru zamanda gələcək. İndi isə sən yaz. Bəlkə də uğurun artıq pilləkənlə qalxır. Sənsə hələ də lifti gözləyirsən. Yoxsa çoxdan qapın döyür. Sənsə səs-küydən eşitmirsən. Şərhlərdə görüşərik.